Qurban bayramına artıq sayılı günlər qalıb. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı ərəfəsində bir sıra qaydalara riayət olunur. Belə ki, qurbanlar kəsilir, paylanılır və namaz qılınır. Bəs gəlin görək paytaxt ərazilərdə fəaliyyət göstərən ət mağazalarında ümumi vəziyyət necədir? Yəni ki, ət qalmıyor da, 18-19 manat quzu ətidir. Dana əti 15-50-dir. Elə qalxma söhbəti yoxdur. Düzdür, qabaqçılara baxanda biraz zəifdir, qabaq alış biraz zəifdir, çox zəifdir. Alıcı qabaq biraz zəif, çox zəifdir. Mən 30 il buradayam, qabaqçı vaxtlar yoxdur. 2 ildir elə belə zəifçilikdir, qabaqçı alıb getdi da. Həmişə qurbanlıqlarda kəsirdim, gündə qurbanı 2 dənə, 3 dənə dana kəsirdim, 100 dənə quzu kəsirdim. Hanı? İndi qurbanlığa bir həftə qalmış, siyahı tutulum. Bəlkə 50-60 adamla onu yazırdım. İndi 2 nəfər, 3 nəfər belə. Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədoğlu'la söhbət etdik. Qurban bayramı ikinci əsas bayramlardan biridir və həcc ibadəti dövrünə təsadüf edən bir bayramdır və bu bayramın xüsusi bir əhəmiyyəti var. Bu bayramda qurbanlar kəsilir və imkansız insanlara həmin qurbanlar paylanılır və onlara həmən bu pay verilir və həmən bu qurbanlar təqdim olunur. Əhəmiyyəti böyükdür. Yəni bu gündə, bu ayda kasıb insanlar sevinir, imkansız insanlar sevinir, imkanlı insanlar kəsdikləri qurbanları onlara təqdim edir və onlar bayramı bir yerdə keçirirlər. Qurban bayramında bayram namazının nə zaman qılınması ilə bağlı suallara cavab tapmaq məqsədi ilə Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevlə söhbət etdik. İnşallah ümidvarıq ki, ayın 6-sı Qurban bayramı günü qeyd olunur Allahın köməyi ilə. Təbii ki, dövlət səviyyəsində də 2 gün bayram günü elan olunur. Amma şəriət qaydasında insanlar 3 günü də qurban kəsə bilərlər. Yəni 6-sı, 7-si, 8-i. Qurbanın kəsilməsinə icazə var. Heç bir narahatçı yoxdur. Və hər il olduğu kimi bütün məscidlərimizdə Qurban bayramının namazı da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imam məscidə gələn cəmaatın gəlişini nəzərə alaraq namazı saat 8-də də sala bilərlər, saat 9-da da. Yəni 8-də də namaz qılına bilər, saat 9-da da qılına bilər. Cəmaatın gəlişi ilə əlaqəli onu tənzimləyə bilərlər. Məscid icması özü bu məsələdə azaddır, ixtiyarıdır. Rayonların çoxunda namaz bəzi məscidlərdə 8-də, bəzilərində 9-da qılınır. Bakıda və Bakı ətrafı kəndlərdə namaz əksəriyyəti saat 9-da qılınır. Bəzi məscidlərdə, məsələn, Əjdərbəy məscidi, Göy məscidi adından da məşhurdur. Heydər məscidi. Orada həm saat 8-də namaz qılınacaq və mümkündür ki, cəmaatın gəlişinə baxarlar. Əgər cəmaatın gəlişi çox olarsa və yenidən namaz 9-da da qılına bilər. Sonda isə paytaxt sakinlərinin Qurban bayramı ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə onlara yaxınlaşdıq. 12 il kəsmişəm. Biz belə yığışmışıq müəllimlər hamımız iri buynuzlu heyvan kəsmişik. Ortaq kəsirik. Müəllimlərlə yığışıb bir yerdə iri buynuzlu heyvanları alıb kəsirdik. Kasıb ailələrin siyahısını tuturduq. Ona görə də onlara paylaşırdıq hamısını. Biz əlbəttə Qurban bayramlarını çox belə yaxşı keçirdirik. Xırda buynuzlu heyvanları kəsirik və paylayırıq 7 qonşuya, kasıb ailələrə. Bəli, paylayırıq. Allah bu ildə bol uruza versin. Yenidə lap bu il də kəsəcəyik, yenidə də uzamıza Allah çox versin, iri buynuzlu kəsəcəyik Allahın köməyinə. Allah bütün qurbanları qəbul eləsin, içində də bizim qurbanımızı. Qarşıdan gələn Qurban bayramımızı
təbrik eləyirəm bütün xalqımızı. Qurban Bayramında əlbəttə ki, imkanı olanlar qurban kəsir, imkansızlara paylayır. O cümlədən bizim ailədə qurban kəsirik, imkansızlara paylayırıq. Çox gözəl təşəbbüsdür. Yəni mən çox özümü xoşbəxt hiss edirəm ki, Allah Taala mənə o imkanı verib ki, mən o qurbanı kəsirəm, imkansızlara paylayıram. Qurban Bayramı ilə bağlı bunu deyə bilərəm ki, Qurban Bayramı müqəddəs bir bayramdır. Yəni Qurban Bayramının yaranma səbəbi yəqin ki, indi hamı bilir bunu. İbrahim peyğəmbər öz oğlunu qurban verəndə Allah ona göydən bir qurban payı göndərib. Qurban Bayramı da buradan yaranıb. Bayramdan əvvəl Qurban Bayramı keçirtmək və yaxud qurban kəsmək olmaz. Qurban Bayramı günü olmalıdır bu. Qurban kəsiləndə indi həmin kəsilən qurbandan pay ehtiyaclı ailələrə, kasıb ailələrə, ondan sonra yaxın qonşulara, qohumlara paylanmalıdır. Bir də ki, Qurban Bayramında hamı evində olmalıdır, öz evində keçirtməlidir. Hər birinizi qarşıdan gələn Qurban Bayramı münasibəti ilə təbrik edirik. Söylə Ağazadə, Rəsul Usayev, Bança Hüseynli, Səs TV xəbər.